Salam əziz izləyicilərimiz, bugün sizlərlə bərabər bölmələr arası genetik əlaqədən 245-ci sualın izahına baxırıq. Həmçinin bu sual əvvəlki illərdə qəbul imtahanında da istifadə olunub. Sual belədir: eyni radiuslu iki yüklənmiş metal kürə mənfi yüklü lövhənin üzərindən asılıb, kürələri bir-birinə toxundurub əvvəlki vəziyyətinə qaytardıqda saplarda yaranan gərilmə qüvvələri necə dəyişər? Kürələrin bir-birinə qarşılıqlı təsiri burada nəzərə alınmır. Deməli, bizə iki kürə verilib, bunlar mənfi lövhə üzərindən asılıblar və kürələri biraz sonra bir-birinə toxunduracaq. Bundan sonra ipdəki gərilmələr necə dəyişəcəyi bizdən soruşulur. Deməli, əvvəlcə ilkin vəziyyətə baxaq. Yəni, ilkin vəziyyətdə kürələr hələ bir-birinə toxunmazdan öncə iplərdəki gərilmələr hansı ifadə ilə müəyyən olunurdu? Bunu təyin edək. Bunun üçün əvvəlcə baxıram ki, burada müsbət yük verilib və mənfi yüklü lövhə var. Müsbətlə mənfi bir-birini cəzb etdiyinə görə demək ki, aşağı doğru bir elektrik qüvvəsi var. Daha sonra əlbəttə ki, yükün öz ağırlığı da var aşağı doğru mc qədər və yuxarı doğru isə T1 ip gərilməsi var. Onda birinci halın tarazlığına əsasən T1 bərabərdir mc plus F yaza bilərik. Yəni kürənin tarazlıqda qalmasına səbəb ona təsir edən qüvvələrin bir-birini tarazlaşdırmasıdır. İkinci kürəyə baxsaq, mənfi yüklü kürədir və mənfi yüklü lövhə verildiyinə görə mənfi-mənfini itələyir. Yəni yuxarı doğru bir elektrik qüvvəsi var, yuxarı doğru T2 ip gərilməsi var və əlbəttə ki, kürənin ağırlığı aşağı doğru yönəlməlidir. İkinci halın tarazlığına əsasən yenə də qüvvələr bir-birini tarazlaşdırırsa T2 plus F bərabər mc yaza bilərəm. Buradan T2-ni alsaq T2 bərabər mc çıx F alınır. Onda demək ki, ikinci halda ikinci ipin daha doğrusu gərilmə qüvvəsi T2 bərabər mc minus F şəklində imiş. Bu, ilkin vəziyyətdə birinci və ikinci ipdəki gərilmənin ifadəsidir. Bundan sonra biz gəlin kürələri bir-birinə toxunduraq. Kürələri bir-birinə toxundurduqda nə baş verir? Baxın, biri müsbət Q, digəri də mənfi Q yükünə malik eyni ölçülü kürələrdir. Biz də bilirik ki, eyni ölçülü kürələr bir-birinə toxundurulduğu zaman onlarda yük paylanması bərabər baş verir. Yəni, sonda bu iki kürələrin hər birinin yükü eyni olmalıdır. Çünki eyni radiuslu, eyni ölçülü kürələr bir-birinə toxundurulub. Q1 ştrix bərabər Q2 ştrix, o da bərabər Q1 plus Q2 bölünsün 2 düsturuna müraciət edirəm. Burada müsbət Q plus mənfi Q bölünsün 2 əlbəttə ki 0 edir. Yəni, kürələr bir-birinə toxundurulduqdan sonra onlar neytrallaşır. Yəni, yük 0-a bərabər olur. Onda demək ki, artıq ikinci halın tarazlığını biz yazsaq, son halda birinci kürənin Q1 ştrix yükü 0, Q2 ştrix yükü də 0-dır. Ona görə də elektrik qüvvəsini burada yazmayacağıq. T1 ip gərilməsi mc ağırlığını tarazlaşdıracaq. T2 ip gərilməsi də yenə sadəcə mc ağırlığını tarazlaşdırmış olacaq. Ona görə də T1 bərabər mc, T2 bərabər mc yazmaq lazımdır. İndi diqqət eləsək, birinci ipdəki gərilmə biraz öncə mc plus F idisə, indi oldu mc. Deməli, birinci ipdəki gərilmə azaldı. Digər ipdəki gərilməyə baxsaq, əvvəlcə mc çıx F idi, indi mc-dir. Demək ki, ikinci ipdəki gərilmə qüvvəsi isə artmışdır. Cavabımız azalar və artar, yəni B variantı olacaq. Sağ olun, gələn izahlarda görüşərik.